Ay mama öldüm beni ya umir zeyse öldüm. Hər kəs salam, əziz Avroviziya izləyiciləri. Herkese salamlayırıq Son Festival Azərbaycan blogunda. Bugünkü qonağımız 2026-cı il Avroviziya Azərbaycanın təmsilçisi Cəmilə Həşimovadır. Cəmilə xanım, hər kəsə salam. Xoş gəlmisiniz Cəmilə xanım Son Festival Azərbaycan bloguna. Sizi burada görməyə çox şadıq və sizi ağırlamaqdan qürur duyuruq. İlk öncə sizi təbrik edirik Avroviziya mahnı müsabiqəsinin təmsilçisi olaraq seçildiyiniz üçün və sizə bol şans, uğurlar arzu edirik. Teşekkür ederim. Çok sağ olun. Özünüzü necə hiss edirsiniz Cəmilə xanım? Çok yaxşı. Bir tərəfdən həyəcanlıyam. Bu böyük məsuliyyətdir. Özümü hal-hazırda çox həyəcanlı hiss edirəm. Həyəcan normal bir şeydir. Təbii ki, yəni Avroviziyanın böyük bir səhnəsinə çıxacaqsınız. Ölkəmizi təmsil edəcəksiniz. İnşallah hər şey yaxşı olar. Ümidlərimizi sizə bağlayırıq. İnşallah. Və mən istəyirəm artıq biz müsahibə mərhələsinə başlayaq. Sizə suallarımızı ünvanlayaq. Cəmilə Həşimova kimdir? Biz əslində bütün, yəni bu gənc nəsil sizi tanıyır Səs Azərbaycan 3 layihəsinin qalibi kimi. Bundan öncə isə biz bioqrafiyaya baxanda orada siz Bakı Payızı 2003-cü ildə iştirak etmisiniz və eyni zamanda Rast qrupunun solisti olmusunuz. Solisti deməzdim. Back vokalçısı olmuşdum. Onların husband kommerçiski qrupu var idi. Onda mən Orada iştirak etmisiniz. Solist kimi olmuşum. Ardını siz gətirin. Cəmilə Həşimova kimdir və bu səhnədə nə kimi dəstək xətti var? Mən sizə necə deyim, 2003-cü ildən başlamışam. Bakı Payızı'da laureat adına layiq olmuşam, 2-ci yer qazanmışam. Ondan sonra 2005-ci ildə bizim xalq artistimiz Tünzalə Ağayeva mənə mahnı yazdı və biz klip çəkdirmişik. Çox gözəl məkanda, gözəl klip idi. Belə gülməli, humoristik. Ondan sonra mən ailə ilə bağlı mən ərə getmişəm, uşaq olub və biraz bitirmişəm bu işi. Həm də bir dənə bizim Azərbaycan çox məşhur qrup var. Onlarla işləyirdim Şoron qrupu ilə. Hər yerdə təcrübə almışam. Eyni janr olmayıb da başqa janrlarda oxumuşdum və təcrübə almışdım. Sonra 2007-ci ildə bir dənə də müsabiqə var idi. Deyəsən Showtime olmuşdu. Orada da iştirak eləmişəm. Yadımda deyil, sadəcə hansı yer idi, nə orada olmuşdu. Çox belə rahat olmuşdu. Ondan sonra 2010-cu ildə milli seçim tura qatılmışam. Bəli, 2011-ci il üçün olan Avroviziya Aysal, hansı ki Eldar və Nigar Camal Qalib olan ildə, yəni 2010 olur. 2010-cu seçimə qatılmısınız, 2011-də iştirakçı olmaq istəmisiniz daha doğrusu. Bəli. İlk üçlüyə qalmısınız və hətta həmin vaxtda orada. Orada bilirsiniz necə həftələrlə olmuşdu. O həftədə mən üçüncü olmuşam. Birinci deyəsən Aynişan olmuşdu. Aybəniz. Bəli. Aybəniz Həşimovanın qızı o həftə birinci olub, mən üçüncü. Mən bilirsiniz vaxtdan nədir? Amma deyir ki, Rəşad Həşimovun qohumudur. Heç kim demir ki, Aybəniz Həşimovun qohumudur. O Rast qrupunun solisti olaraq orada Rast qrupunda iştirak etdiyinizə görə istərsəniz oradan düşünürlər yəqin ki. Aysal, amma deyirlər ki, eyni soyadı. Amma o Həşimovdur, mən Həşimovam. Bəli, ona da əslində fikir. Əslində Həşimov başqa, Həşimov başqa. Orada okey. Cəmilə xanım, sizi Azərbaycanı yəni təmsil edəcəyinizdə açıqladıqlarında, yəni Azərbaycanı Avroviziyada 2026-da Venada təmsil edəcəksiniz deyə. Siz necə bir hiss yaşamısınız və birinci bu xəbəri kimlə bölüşmüsünüz? Belə bir sualımız var sizə qarşı. İndi mən sizə deyəcəm. Və üzr istəyirəm sözünüzü kəsək və reaksiyanız necə keçdi? Yəni onu da öyrənmək istəyərdik sizdən. Reaksiya, mən şokdaydım. Mən sizə doğrudan deyim ki, mən belə qalmışam. Mənə deyiblər ki,
gəl kontrakt yaz. İmzalayaq. İmza at kontrakta. Dedim yaxşı gəlirəm. Hələm də başa düşmürəm nə üçün. Bəlkə elə belə çağırıblar, amma həmin o anda mənə deyəndə ki, sən hələm başa düşmədin, sən gedirsən. Dedim, nə? Şokda oldum. Yəni Azərbaycanı Avroviziyada təmsil edəcəksiniz deyə. Bəli, bu axı çox böyükdür. Bu Məsuliyyət daşıyır. Məsuliyyətdir. Mən sizə belə deyim, düzünü deyim, elə də o qədər özümü görmürəm. Nitoşdur bu, biraz inanmıram. Məncə ora belə cavan, enerji, məndə də enerji var, doludur, amma belə gözəl, cavan, nə bilim belə uşaqlar. Sizin enerjinizi mən o səs Azərbaycanda görmüşəm əslində. Final günündə bəli. Final gecəsində, yəni mən onu YouTube-da canlı izləyirdim və o enerji var sizdə, yəni. Çox sağ ol, təşəkkür edirəm ki, siz mənə inanırsınız, dəstəkləyirsiniz, amma siz rəyləri görmürsünüz də. Rəylərə görə belə bir söz deyim, hər insanın öz fikri var. İnsanlar bəzi şeyləri başa düşmürlər. Yəni bəlkə bu sistemin içində deyillər deyə ola bilər, yəni. Bu keçən ildə olub, təmsilcimizdə bir öncəki il daha da olub. Yəni bu normal bir şeydir. Hər insanın öz fikri var. Təbii ki, bəzi insanlar fikri bildirəndə, yəni necə deyim sizə, onların həddi var, yəni. Yəni həddi aşmamaq lazımdır. Amma bəzən olur ki, həddlərini də aşırlar, yəni. Amma inşallah hər şey yaxşı olacaq. Mən inanıram sizə. Biz də orada olacağıq. Sizi dəstəkləyirik. Çox sağ olun. Aprelin 11-də də Amsterdamda olacaqsınız. Orada da sizinlə bərabər olacağam. Son festival Azərbaycan olaraq sizin yanınızdayıq. Yəni sizi dəstəkləyirik. Çox sağ olun, təşəkkür. Nümayəndə heyətimiz də eyni şəkildə, yəni. Çox sağ olun. Özdə onu mənə indi canlı demisiniz, laf yaxşı oldu. Mənim məqsədim odur ki, mən yaxşı çıxış eləyim, yaxşı oxuyum və bizim ölkəmizi, Azərbaycanı layiqincə təmsil eləyim. İnşallah. Qeyd edirsiniz ki, kommentariyaları görmürsünüz. Əgər hər hansı bir mənfi kommentariya varsa, demək ki, artıq siz uğurlusunuz. Əgər haterlar varsa, mən buna həmişə belə düşünürəm. Çünki haterlar varsa, demək ki, artıq nə isə çox uğurludur, çox yaxşıdır ki, kimsə baxıb bunun paxıllığını çəkir. O doğrudan belə işləyir. Bəli. Növbəti sualımız belədir, Cəmilə xanım. Uzun müddətdir ki, Azərbaycanı Avroviziyada qadınlar heç təmsil eləməyib. Son 4 ildir deyəsən. Və bu məsuliyyəti üzərinizə götürdünüz bu illərim, yəni Azərbaycandan qadın ifaçısı Azərbaycanı təmsil edir Avroviziyada. Bu böyük səhnəsində nə dərəcədə hazır hesab edirsiniz? Yəni Avroviziya böyük bir səhnədir də, özünüz də bilirsiniz. Nə hiss edirsiniz ondan? Mən sizə belə deyim, hazıram, amma həyəcan əlbəttə var. Çünki bu səhnəni görməmişəm, bu boyda, maştabda, böyük səhnə. Çox böyük bir səhnədir, yəni. Yenə də siz görürsünüz, siz onu görmüsünüz, siz deyirsiniz ki, mənə ki, o çox böyükdür. Düzdür, mənim də böyük proyektlər olmuşdu. Mən demək ki, təzə gəlmişəm, yox, məndə var idi, böyük səhnələr var idi. Mən Montre festival, caz festivalı Montre'də olmuşam. İsveçdə. Orada da tam başqadır, böyük səhnələrdir, görmüşəm. Mən Jara festivalda 2018-ci ildə çıxış eləmişəm. Çox böyük səhnədir, başqa məsuliyyətdir. Orada məndə staging çox maraqlı olmuşdu. Nə bilim, böyük belə kanopkalar, ora oppanmaq, oradan düşmək. Necə qorxurdum ki, mən sağ qalacam, yoxsa yox. Belə düz deyirsiniz. Biraz bu səhnə üçün bilmirəm, hazıram yoxsa içəridə Siz də yəni hazırsınız. Hazıram, gedəcəm, amma görməmişəm axı. O maçda hamı deyir ki, çox böyükdür. Özəlliklə Venada Stadthal, harda Avroviziya keçiriləcək. O arena çox böyükdür. Yəni keçən ildəkinə baxaq, Bazelə baxsaq, Bazel biraz daha balacadır. Yəni. Məni gözləyirdi də. Çox böyük. Məni gözləyirdi ki, belə böyük olsun. O daha yaxşıdır, daha təcrübə qazanacaqsınız ondan da. Məncə. Mən düşünürəm ki, pre-partidə siz iştirak edəcəksiniz ayın 11-i inşallah. Orada çox vacibdir, o əslində bir tramplin olacaq. Çünki orada da Avroviziya fanları və o mühit istərsəniz artıq biraz yəni o açılışacaq, yəni o qorxu keçəcək, biraz o həyəcan keçəcək böyük səhnə. Yəni o birinci tanışı. Belənçi deyim sizə, ora çox ölkənin təmsilciləri gələcək. Yəni bu ilki təmsilciləri gələcək və siz onlarla artıq orada ünsiyyətdə olacaqsınız.
ünsiyyət quracaqsınız. Hə, səhnə o qədər də böyük deyil, yəni. Amma ünsiyyətdə olacaqsınız və inanın ki, orada onlarla tanış olduqdan sonra, öz fikirlərinizi paylaşdıqdan sonra siz daha da rahatlanırsınız, yəni. Nə yaxşı. Nə yaxşı ki, sizlə tanış oldum. Sizə o qədər gözəl şeylər deyir. Euroviziya səhnəsində səslənən demək olar ki, bir çox mahnının, hər bir mahnının müəyyən bir hekayəsi olur. Və həmişə də bizdə əslində hekayəsi, dərin mənası və hekayəsi olan mahnılar daha çox uğur qazanır. Just Go-nun hekayəsi nədir? Necə yarandı? Hansı storydən yaranıb, hansı hekayədən yaranıb bu mahnı? İstərdim biraz ondan bağlı danışasınız. Aha. Məncə bəstəkar hansı ki yazıb bu mahnını Fuad Cavadov, o sanki mənim həyatımı əzbər bilir. Bilirsiniz necə? O mənim həyatımdan çox bağlıdır. Elə mənim həyatımdan hekayədir. Mən istəyirəm bu mahnı ilə onu oxuyum o gün inşallah. Və mən bitirəm də, bitirəm. Hər şey məndə də olmuşdu. O hisslərinə keçmişəm. O just go olsun. Və mən təzə səhifədən başlayım. Demək onda belə çıxır ki, mahnı sizin üçün yazılıb. Tam olaraq sizin həyatınıza uyğun yazılıb, sizin öz hekayənizə uyğun yazılıb və o deməkdir ki, siz o mahnını dərindən, ümumiyyətlə bir sənətçi dərindən bu mahnını hiss edirsə, maksimum şəkildə də tamaşaçıya çatdıra bilir. Onu inşallah. Və orada performans da uğurlu olur. Səhnə ümumiyyətlə performansı uğurlu sayılır. Və o artistik söhbətlər olmayacaq. O doğrudan məndə içəridə nə var, onları mən danışacağam bütün dünyaya. Cəmilə xanım, bir sualım var sizə. Səhnə performansınızla əlaqədar olan bir sualdır. Bizə bir balaca bir ipucu verə bilərsinizmi? Yəni şou olaraq, yəni necə bir şou gözlərir? Bir balaca bir ipucu sizdən istəyirəm. İpucu bir dənə sizə deyərəm ki, mən tam tək səhnədə olmayacağam. Aha, bu çox maraqlıdır. Tək olmayacağam, amma başqa sirləri açıqlaya bilərəm. Yəni təbii ki, yəni o Avroviziya bir də nümayəndə heyətinin bağlı olan məsələləri var ki, yəni son qədər yəni saxlanılır. Keçən il də belə bir şey yaşamışıq. Yəni biz axtarırdıq, soruşurduq, necə olacaq, amma axırda yəni gördük hər şeyi. Sizin üçün hansı daha önəmlidir? Yadda qalan səhnə performansı yoxsa daha çox güclü bir mahnı? Yəni xoreografiya sizcə xoreografiya daha önəmlidir yoxsa mahnı? Mahnı. Mahnı daha önəmlidir və xoreografiyada o mahnıyla vəhdət təşkil etməlidir. Məncə biz biraz başqa cür deyərdim ki, çatdırılması, oxumağı, özün necə onu təqdim eləyirsən o vacibdir. Başa düşdük. Cəmilə xanım, bu il ikinci yarım finalda çıxışınız olacaq və rəqiblərinizi izləmək, yəni təmsilçilərin, yəni ikinci yarım finalın mahnılarını heç olmasa dinləmirsinizmi və favoritiniz kimdir orada? Əlbəttə dinləmişəm. Artıq 6-5 dənə mahnı mənim artıq sevimli olub və mənim ən bəyəndiyim, onun üçün ölürəm artıq, çünki onunla tanış olmuşam. Alice, Albaniya. Mənim favoritim məsəl üçün bu illərim Kiprdir, yəni. Cyprus. Aha, Cyprus. Mən biraz belə mahnıları, şən mahnıları sevirəm. Mənim playlistimdə var. Cyprus, Calla. Hə, Calla mahnısı ilə. Aydın, Bella. Sonra çox xoşuma gəlir Lüksemburg. Qız skripka eləyir, o çox xoş. Mən bilirsiniz kim xoşuma gəlir? Belçika. Aha, Cəmilə xanım, Eurovision Pre-Partisi çərçivəsində Amsterdam şəhəri, aprelin 11-i. Bu tip tədbirlər sizin üçün əhəmiyyəti nədir? Mənim üçün birinci o çox yaxşı olacaq, çünki mən tanış olacağam hamı ilə, bu səhnə ilə tanış olacağam, bütün iştirakçılarla. Mənim üçün çox. Siz inanırsınız ki, siz gələcəksiniz, onu orada hiss edəcəksiniz. Sizi onları bəlkə görməmisiniz, danışmamısınız, amma sizi onlarla danışanda elə bil onları 100 il tanıyırsınız və onlarla ünsiyyətdə olacaqsınız. Mən özüm elə adamam. Mən Venada olanda, biz postkart çəkilişi olanda, onlar elə gözəl yanaşıblar. Sanki düz deyirsiniz, mən onları 100 il tanıyıram. Həm də mənə deyiblər ki, bu artistlərin orada 35 dənədir də. 35. Deyiblər ki, çox sadədir.
Civa çox sadədir, belə deyiblər. Elə də qalın. Dəyişmir. Elə, yəni bu məndə içəridə yoxdur. O hiss o hiss olunur sizdə yəni. Baxın mən sizi şəxsən tanımırdım yəni bu günə qədər, amma Song Festival Azərbaycan komandasında işləyən uşaqlar Cavid. O sizi çox yaxşı tanıyır. Özü mənə soruşmuşdum ondan, açıq danışacağam. Mən dediyim kimi belə bir insanam. Mən arxada danışan deyiləm. Nə varsa deyirəm yəni. Və Cavidlə görüşəndə müsahibəyə hazırladığımda mən Cavidə bir sual verdim. Dedim ki, Cavid, Cəmilə Həşimova necə insandır? Cavid mənə qayıtdı ki, ay Abbas, inanırsan elə şirin insandır, elə ürəyi açıq, ürəyi təmiz insandır ki, dedim ki, hə, əgərsə bunu Cavid deyirsə demək ki, belədir. Amma özüm canlı görəcəm və Səlim biraz danışaq. Fikir varmı? High note. Bəli, high notlar, revamplar. Onu çox istəyərdim ki, olsun, amma reglamenta görə necə olub mahnı təqdimatı o da elə olacaq. Yəni həmişə reqlament elə olur. Təqdimat necəsə, orada hər hansısa bir dəyişiklik Yox, Söz məncə söz yox, gedə bilməz? məncə olmayacaq. Hələm ki, məndə informasiya yoxdur. Belə bir sualım var sizə Cəmilə xanım. Səhnədən kənardan Cəmilə necə biridir? Tamaşaçıları bilmədiyi bir tərəfiniz bizimlə bölüşə bilərsinizmi? Dostlarımla çox yaxşı. Həm başqa işim də var. O işçilərim məni sayır necə sizə deyim, şənəm, yaxşıyam, danışıram, dostlarla gəzirəm. Amma sakitəm. Elə də belə coşmuram mən. Çox gözəl məncə. İllər ərzində Avroviziya səhnəsində ən çox sevdiyiniz qalib mahnı, ən çox sizə görə yadda qalan çıxışlar və təbii ki, ölkəmizin ən çox sevdiyiniz çıxışı hansıdır? Aha, ölkəmizin Elnur və Samir Day After Day. Bəli, Day After Day ən sevimli və onların çıxışı qalır. Həm ilkdir deyə, həm də o cür möhtəşəm xoreografiya, səhnə xoreografiyası. Amma bizimkilər Azərbaycan çox gözəl yerlər tutub artıq. Birinci də olublar, başqa yerləri də tutublar. Bizdə çox gözəl mahnılar da var idi, çıxışlar da var idi. Hamı biri-birindən çox gözəl, çox yaxşı. Amma mənim yadımda qalan bəlkə birinci olub, amma doğrudan Elnur və Samir nə gözəl ifa eləyiblər. O mənim ən sevimli çıxışımdır. Ümumiyyətlə belə Avroviziyada ən çox sevdiyiniz qalib. Conchita Wurst, Rise Conchita Like a Wurst, Phoenix. Måneskin də çox elə simpatikli Måneskin, hə. İtalyan. Mən onu ilk dinləyəndə demişdim ki, bu mahnı qalib olacaq. İlk dinləyəndə mənə çox belə fərqli bir vibe və mən rock sevməyən bir insanam. Ha, qəlbi yox, o oğlan kimi xoşuma gəlir, gözəl. Hə, oğlan şeyində mən mahnını fikirləşdim. Damiana David. Yo, mahnı heç mənim yadımda da qaldı. Prosta o oğlan yadımda qaldı. Tali 31 ildir qalib gəlmirdi. Yəni bu kimi nüanslar var. Bu dəfə sizin kimi istəyirsiniz ki, qaliba hansı mahnı xoşunuza gəlir? Azərbaycanı çıxarmaq şərti ilə. Mənim üçün Kipr. Sizin üçün Kipr. Biraz Bolqariya var idi orada. Bangaranga yəni. Dora oxuyuram mahnını. Amma onun mahnısı mənim üçün elə bir standart gedir. Yəni o Bangaranga dedikdən sonra yəni elə bir nəsə standart gedir mənim üçün o qədər də. Bəs siz? Finlandiya çox Belə də o duet. Bəli, duet qadın skripkada və çox onun sözlərini mən tərcümə elətdirmişəm, baxmışam, çox sevgi ilə bağlı, çox içdən olan belə. Onu dedinizə performansda gözəl. Məncə Danimarka olacaq biri. Danimarkanın rəqsi də performansı rəqsi, oxumağı, nə idi orada? Çox eləyir, oxuyur. Çox fərqli. Bir də təngi nəfəs deyil. Amma səhnədə hər cürə hallar ola bilər. Hər şey baş verə bilər. Hər şey dəyişir. Hər şey baş verə bilər. Hər şey baş verə bilər. Çünki keçən ildə çox favorit mahnılar vardı. Həmişə olur favorit mahnılar, amma səhnədə bəzən görür ki, sənətçi çatdırmır, oxuya bilmir. Bizim başımıza hələ ki belə bir şey gəlmir. Bizim ölkənin başına belə bir şey gəlmir. Bizdə bəli, Allah uzaq eləsin. Bizdə həmişə
hər şey yerində və qaydasında. Doğrudan deyirsiniz, nəsə baş verir orada, nəsə olur. Olur, yəni ya sənətçi eşitmir mahnını, ya necəsə olur. Texnik problemi olur orada. Bilirsiniz necədir? Məsələn, siz səhnəyə çıxırsınız, məşqə çıxırsınız. Məşqdə sizdə hər şey işləyir. Məsəl üçün e-maillər deyək. Final gecəsində çıxırsınız səhnəyə məsəl üçün e-mail işləmir. Yəni təmsilçi özünü eşidə bilmir. Bax, texnik problemlər ola bilər. Hə, oldu. Gedim validol evdə içim. Yox, ona ehtiyac yoxdur məncə. Vay. Belə də şey olur. Cəmilə xanım, növbəti sualımız belə olacaq. Bu günə qədər aldığınız ən dəyərli məsləhət nə olubdu? Avroviziya ilə bağlı. Heç nəyə baxma, öz işin üstündə dur və öz işini elə. Ən gözəl Fokusda işlə. Ən gözəl bir şeydir. Əgərsə siz hər kəsin fikrini verən şeyi diqqətə alsanız, olmayacaq. Qabağınıza baxın və yolunuzu gedin. Yəni. Onu düz deyirsiniz, belə də eləyəcəm, amma siz Emeral'dan indi danışdınız. Mən 3 gün bundan fikirləşirəm. Yox, ona fikirləşmək lazım deyil. Yəni yəni %1 ola bilər, 1000-də 1 ola bilər. Bizdə belə almayacağıq. Olacaq Olmaz. çıxardacağım, gedəcəm ora oxuyacağam. Olmaz. Növbəti suala keçim Cəmilə xanım. Avroviziyadan sonra karyeranıza hansı istiqamətdə davam etmək istəyirsiniz? Mən istəyərdim ki, eləyim Yəni biraz davam istəmək. davam əlbəttə, amma bu tərzə yaxın konsertlər, gözəl mahnılar, kliplər, yəni dayanmayacağam çünki ondan da qabaq mən eləyirdim. Məndə 6-7 mahnı var, hansı ki çıxmalıdır, gözləyir də. İndi belə gözəl şey olub mənim həyatımda və yenə də davam eləyəcəm. İstəyirəm biraz konsert sistemə keçim belə. Son sualımıza yaxınlaşırıq. Karyeranızda elə bir qərar olubmu ki, sonradan buna görə peşman olmusunuz və yaxud da bu mənlik deyildimisiz? Yəni hər şeydən bir anda belə. Nə gözəl sual, heç vaxt mən verməyiblər bu sual. Xeyr canım, olmamışdı. Xeyr, olmamış. Hər zaman disiplinli və davamlı bir Bəli, şəkildə. bəli. Və ona görə də hər zaman davamlı və disiplinli bir şəkildə insan bir işi görəndə istədiyi nəticəni əldə edə bilər. Gəlib ona görə də bax bura qədər gəlib çıxmaq olur. Səs Azərbaycan Külahiyəsinin qalibi və eyni zamanda 2026-cı il Azərbaycan Avroviziya təmsilçisi Civa Cəmilə Həşimova. Və Çox bir daha sağ olun. təbrik edirik sizi. Təşəkkür Sizə edirəm. uğurlar arzulayırıq. İnanırıq hər şey yaxşı olacaq. Çox gözəl bir səhnə və performans bizi gözləyir. İnşallah. Bir də son sözüm var sizə. Buradan son festival Azərbaycan izləyicilərinizə nə demək istəyərdiniz? Mən sizə nə demək istəyirəm? Çox sağ olun ki, siz varsınız. Hamınız məni dəstəkləyirsiniz. Elə Səs Azərbaycandan qabaq siz orada da məni dəstəkləyirdiniz. Çox sağ olun. Sizi hamısını öpürəm, bağrıma basıram, sizi sevirəm. Çox sağ olun ki, siz mənə o qədər dəstəksiniz. Çox sağ olun. Song Festival öpüyorum. Çox sağ olun, var olun. Çox sağ olun. Sizə uğurlar arzulayırıq. Hər şey gözəl olacaq. Əla olacaq. Çox sağ olun. Biz Təşəkkür inanırıq. edirəm. Sağ olun. Sağ olun. Salamat qalın.